Bismillahirrahmanirrahim. Sual belədir ki, İmam Zaman əleyhissalamın 1000 illik bir ömründən sonra 40 yaşında zuhur edəcəyinə necə inanaq? Diqqət edin, cavab budur ki, adətən kipriklərimiz 10 illər boyu dəyişməz olaraq qalır. Adətən kipriklərimiz 10 illər boyu dəyişməz olaraq qalır. Hansı ki, insan saçı və saqqalı daim inkişafdadır. Həm kipriyin, həm də saçın eyni bir orqanizmdən qidalandığını bilirik. Biz bilirik ki, həm saçlarımız, həm saqqalımız, həm də kipriklərimiz bir dənə orqanizmdən qidalanır. Amma Allahın iradəsi ilə bu tüklərdən biri sabit qalır, o biri isə dəyişkən olur. Yəni saçla saqqal uzunuyur, kipriklər isə sabit olaraq qalır. İnsan ömrünün də məhdudluğunu sübuta yetirəcəkdir, heç bir dəlilimiz yoxdur ki, insan bu qədər ömür eləyəcək. Belə bir dəlil yoxdur ki, insana məhdudiyyət qoyalar ki, insan övladı 50 il yaşayacaq, 100 il yaşayacaq. Necə ki, işıq məhdud olmadığı kimi, ömür yolu da sərhədsizdir. Məsələn, Quran-ı Kərim Nuh Peyğəmbərimizin 1000 ilə yaxın yaşadığını qeyd edir. Əshab-ı Kəhfin 300 ilə yaxın yatdığı bildirilir Quran-ı Kərimdə. Həzrət Loğmanın barəsində yazılır ki, 1000 il ömr elədi. Bəzi kitablarda yazırlar ki, 2000 il ömr elədi. Bəzi kitablar 4000'ə qədər yazırlar ki, Həzrət Loğman ömr elədi. 1000 illərlə yaşayan Xızır Peyğəmbər hələ də sağdır. 1000 il üstündən keçsə də Həzrəti Xızır Peyğəmbər yaşayır. İmam Zamanın zuhur edərkən gənc simada olması da çaşqınlıq yaratmasın. Niyə? İmamın zuhur zamanı 30-40 yaşında yox, bu görkəmdə olacağına işarə olunur. Diqqət edin, İmam Zaman əleyhissalam 30-40 yaşında yox, yəni bu görkəmdə, bu çehrədə, bu simada olacaq. Yəni yaş baxımından 1000 ildən artıq olsa da, belə görkəmə malik olacaq ki, sanki ağanın 30-40 yaşı var. Allah bizi həqiqi ağanın şiyələrindən qərar versin. Allah bizi İmam Zaman əleyhissalamdan ayrı salmasın inşallah.